Salam, xoş gördük. Yenidən sizin həmişə olduğu kimi mənəm, həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov, Tambovski. Zəhərli alə bir insanı, bir fərdi nə vəziyyətə salır? Hər dəfə ailə toplantısından sonra istər ana, bacı, qardaş, onlarla söhbət etdikdən sonra bədəni və böyük bir ağırlıq çökür. Sanki sinə hissədə daş oturubdu. Ürək döyüntülərinin sayı yüksəlir. Bəzən soyuq tər basır, bəzən istilik gəlir. Yəni bu fizioloji göstəricilər insana özünü pis hiss etdirir. Çünki ta daxillərdə əslində istismar olunduğunu bilirsən. Ta daxillərdə əslində səndən qoparırlar. Sənin həyat sevincini alıb aparırlar. Xüsusilə bu sözlərin təsiri altında xoş kimi görünən, lakin əslində manipulyasiyanın idarə etmənin bir parçası olan bu sözlər. Biz hər şeyi sənin yaxşılığını edirik. Bu yalnız və yalnız sənin xoşbəxtçiliyin üçündür. Hər şey sənin üçündür. Biz səni çox sevirik. Bu cümlələr çox gözəl görünə bilərlər, lakin altında sinsi bir manipulyasiya yatır. Və həmin o fərd, istər qadın, istər kişi olsun, istər yeniyetmə olsun, özünü başlayır sorğulamağa. Bəlkə mən nankoram. Başlayır özünü günahkar hiss eləməyə. Bəlkə mən valideynlərimə, bacıma, qardaşıma kifayət qədər nəsə bir şey etmirəm. Başlayır özünü dəyərsizləşdirməyə. Və bəlkə də mən səhvəm. Və bəlkə də onlar mənim üçün ən yaxşısını bilirlər. Və beləliklə özünə aid heç bir fikir olmur və idarə olunur və şəxs kuklaya çevrilir. Şəxsiyyətsizləşir. Kiminsə əl altısı olur. Və yavaş-yavaş həyat eşqi, enerjisi sönməyə başlayır və depressiya başlayır. Davamlı olaraq əhval-ruhiyyənin pozulması və həyatdan zövq ala bilməmək. Və bu sorğulamalar saysız hesabsız səviyyədə davam edir. Həm səhərlər, həm günortalar, xüsusilə də gecələr beyin susmur. Və indi sual verirəm, sizə bu lazımdırmı? Təbii ki, yox. Amma oysa öz qan bağın olsa belə, ailən olsa belə onunla sərhəd qoymalısan. Onlara qarşı sərhəd qoymağı öyrənmək məcburiyyətindəsən. Ən azından müəyyən dərəcədə duyğusal bir sərhəd. Sərhəd qoymaq onlardan uzaqlaşmaq deyil. Sərhəd qoymaq onları sevməmək deyil. Sərhəd qoymaq onları önəmli hesab eləməmək deyil. Sərhəd qoymaq nankorluq etmək deyil. Sərhəd qoymaq egoizm deyildir. Öz dəyərini geri qaytarmaqdır. Özünə hörmət etməkdir. Həyat sevincini geri qaytarmaqdır. Özünü inkişaf elətdirməkdir. Obyektiv məsələləri görməkdir. Hadisələrin gedişatını illüziya şəklində yox da real şəkildə görməkdir. Və bunları görüb əksinə öz ailə münasibətlərini daha da yaxşı bir vəziyyətə gətirməkdir. Sərhəd qoymaq. Ona görə öz qan bağımız belə olsa, sərhəd qoymağı öyrənməliyik. Diqqətinizə görə minnətdaram. Sağ olun.